Salam əziz şagirdlər, 6-cı sinifdə monitoring imtahanına hazırlaşan şagirdlər üçün verilən sualların izahına baxaq. 26-cı sualda qarşılıqlı sadə ədədlər cütünü soruşurlar. Qarşılıqlı sadə ədədlər ortaq böləni olmayan ədədlərdir. 9 və 10 üçün ortaq böləni olmadığına görə həmin ədədlər qarşılıqlı sadədir. 27-ci sualda əkyob 48-96-nı hesablayaq. 48 və 96, 48-96'nın böləni 96 isə bölünən olduğuna görə əkubun bölünəni götürürük 96. Əbob 26-65. Əbob 26-65. 26'nı vuruqlara ayırsaq 2'yə bölsək 13, 13'ə bölsək 1. 65'i vuruqlara ayırsaq 5'ə bölsək 13, 13'də 13'ə bölünür 1. 26 və 65 üçün ortaq vuruq 13'dür. 26 ilə 65'ə də ortaq bölən, yəni ortaq sadə vuruq 13 olduğuna görə əbob 13 alınacaq. Üçüncüdə əkyob 24 ilə 36. Əkyob 24, 36. Birinci 24'ü vuruqlara ayıraq. 24'ü bölsək 2'yə 12, 2'yə bölsək 6, 2'yə bölsək 3, 3'ə bölsək 1. 36'nı bölsək 3'ə 12, 3'ə bölsək 4, 2'yə bölsək 2, 2'yə bölsək 1. Ədədlərdən böyüyünü götürək 36'nı. Olmayanları 24'dən əlavə eləyək. Birinci ortaq olanları silək. 2 ilə 2, 2 ilə 2, 1 də 3. Ortaq olanlar silinəndən sonra qalır 2. Ortaq olmayan 2, 2'ni də əlavə eləyək. 36'nı da 2'yə vursaq 72. Əbob tapmaq üçün hər ikisini də ortaq olanları dairəyə alırsınız və alınan ədədlərin hasilini tapırsınız. Əkyob tapılanda isə hər iki ədədi vuruqlara ayırırsınız. Daha sonra ədədlərdən böyüyünü götürürük. Ortaq olanları 24'ün içindən silib ortaq olmayanı həmin 36'nın yanına əlavə eləyirik. 36 vurulsun 2 olacaq 72. Doğru cevaplara baxaq. 13 A'da 2'ye A. 96 B üçün 1 B. 3 72'dir 3 C. 3 C 2 A 1 B. Doğru cevap C variantı. Kəsrini ixtisar eləyin. Kəsri yazaq 28 üçün. 36 vurulsun 225. 25 vurulsun 72 vurulsun 28. 28 ilə 7 ixtisar gedər. 7'ni 7'yə bölsək 1, 28'i 7'yə böləndə 4. 36 ilə 72'ni ixtisar aparaq. 36'nı 36'ya bölsək 1, 72'ni 36'ya böləndə 2. 225 ilə 25 də ixtisar gedər. 25'i 25'e bölsək 1, 225'i 25'e böləndə 9. Surətdə qaldı 9. Məxrəcdə 2'yi vur 4. 8'e 9 doğru cevap D variantı. 29-cu suala baxaq. Müxtəlif rəqəmli ədəddir. Bu ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda artır. A neçə fərqli qiymət ala bilər? Yüzlüklərin altına xətt çəkək. 9. Deməli artması üçün 9'dan sonra 5, 6. Deməli A'nın yerinə 5, 6, 7, 8, 9 yazıla bilərdi. Amma burada şərt var ki, müxtəlif rəqəmlidir. Yəni verilən ədəddə 7 rəqəmi iştirak eləyir, 7'ni yaza bilmərik. 8 rəqəmi iştirak eləyir, 8'də yaza bilmərik. 9 rəqəmi iştirak eləyir, 9'da yaza bilmərik. A'nın yerinə yalnız və yalnız 5 və 6 yaza bilərik. 178.952, bir də 178.962 yazmaq olar.
Yani A'nın yerine 5 ve 6. İki farklı kıymet alabilir. Doğru cevap A variantı. 30. suala baxaq. Atı ilə qızının yaşının nisbəti 7'nin 3'ədir. Atanın 49 yaşı. Kızın yaşı ise məlum değil. 49 bölünsün 2 bərabərdir. Yaşlar nisbəti 7 bölünsün 3. Tənasibin xassəsindən istifadə etsək, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. 30. sual. 49 ile 3 kenar həddir. Bunların hasili orta hədlər 7 ve x'in hasilinə bərabərdir. 7 ile 49'u ixtisar aparaq. 7'ni 7'ye bölsək 1, 49'u 7'ye böləndə 7. X da bərabərdir. 7 vurulsun 3 olacaq 21. Doğru cevap A variantı. 31. suala baxaq. A və B düz mütənasib kəmiyyətlərdir. C üstəgəldir, cəmini tapın. Əgər düz mütənasib kəmiyyətlərdirsə, onda y bərabərdir. K x düsturundan istifadə edə bilərik. 16 bərabərdir. K vurulsun 4. K'nın aldığı qiymət isə 16'nı 4'e bölsək bərabər olacaq 4. K 4'dürsə 32'ni 4'e vursaq C'ni alarıq. 32 vurulsun 4. C bərabərdir. 32 vur 4. 128. D'ni 4'e vursaq 384 alarıq. D'ni tapmaq üçün 384'ü bölməliyəm 4'e. 384'ü də 4'e bölsəm D bərabər olacaq 96. D 96. C 128. C üstəgəl D cəmini soruşurlar. C üstəgəl D də 128 üstəgəl 96. 8 ile 6 toplasam 14, 4 yazaq 1 yadda, 9 ile 2 11, 1 də yadda 12, 1 ilə 1 yadda da olacaq 2. 224. Yaxud da tənasib qurmaqla da həll edə bilərik 31-ci tapşırığı. Əgər 4'ə 16 qiyməti uyğundursa, 32'ye C qiyməti uyğundur. Düz mütənasib kəmiyyətlər olduğuna görə də çarpaz vurmalıyıq. 4 vurulsun C bərabərdir. 32 vurulsun 16. 4 ile 16 ixtisar gedir. Burada qalır 4. 4'ü 4'e bölsək 1. C də bərabərdir. 32 vurulsun 4. O da olacaq 128. Yenə təkrar tənasibi quraq. 4 ədədinə 16 uyğundursa, D ədədini isə 384 uyğundur. Çarpaz vursaq 16'nı D'ye vurup bərabər eləyirik. 4 vur 384. 16 vurulsun D bərabərdir. 4 vurulsun 384. 4 ilə 16'nı ixtisar aparırıq. 4'ü 4'e bölsək 1. 16'nı 4'e böləndə 4. 4 D bərabərdir 384. 384'ü də 4'e bölsəm D bərabər olacaq 96. C 128, D 96 cəm yenə verəcək 224. 32. suala baxaq. X üstəgəl Y məxrəcli Y bərabərdir 5. 5'i məxrəcinə 1 qoyaq. Tənasibin xassəsindən istifadə eləyək yenə. 1'i vururuq X üstəgəl Y-ə bərabərdir. 5'i də vururuq Y-ə. 1'i X üstəgəl Y-ə vursam X üstəgəl Y bərabərdir 5Y. Müsbət Y-i də 5Y-in yanına aparsam olacaq çıxılsın Y. 5Y-dən Y çıxsam 4Y. Çünki Y-in qabağındakı əmsal 1'dir. 5'dən 1 çıxırıq. X bərabərdir 4Y. Verilən ifadədə X-in yerinə 4Y yazmalıyıq. X üstəgəl X. 4Y üstəgəl 4Y surətli isə 4Y üstəgəl Y bərabərdir. 4Y-dən Y toplasaq 5Y, məxrəcdə 8Y. Y-lər də ixtisar gedir, cavab qalacaq 8'də 5 A variantı. -5 və 33-cü sual.
-5 kiçikdir B kiçikdir bərabərdir 9. B-nin aldığı qiymətlər -4, -3, -2, -1, 0, 1, 2 və s. Ən böyük qiymət 9. Ən böyük və ən kiçik tam həllərin cəmi ən kiçik tam həli -9, ən böyük tam həll 9. -4 ilə 9. Verilən ədədlərin cəmi isə -4 üstəgəl 9. 9'dan da 4 çıxsa cevap olacaq müsbət 5. Doğru cevap Y variant. 34. sualın izahına baxaq. 2x üstəgəl 1 məxrəcli isə 7x çıxılsın 1 bərabərdir 12-də 6. 12 ilə 6-nı 12-yə ixtisar aparaq. 6-nı 6-ya bölsən 1, 12-ni 6-ya böləndə 2. 2x üstəgəl 1 məxrəcdə 7x çıxılsın 1 bərabərdir 2-də 1. Çarpaz vursaq 2-ni vururuq 2x üstəgəl 1-ə. 1'i vururuq 7x çıxılsın 1'ə. 2'ni 2x'ə vursaq 4x. 2'ni mötərizi daxilindəki hər bir ifadəyə vurmalıyıq. 2'ni 2x'ə vuranda 4x, 2'ni müsbət 1'ə vursaq üstəgəl 2. 1'i isə mötərizi daxilinə vursam daxildəki ifadələr olduğu kimi qalacaqdır. Daha sonra x'ları bir yerə, ədədləri bir yerə yığaq. 4x çıxılsın 7x bərabərdir -1 çıxılsın 2. 4x'dən 7x çıxsam -3x bərabərdir -3, x də bərabərdir -3'ü -3'e bölsək cevap olacaq müsbət 1. Doğru cevap A variantı 34'te. 35. sualın həllinə baxaq. Ədədi 10% azaldıb 20% artırdılar və 108 aldılar. Əvvəlki ədədi tapın. Əgər verilən ədəd x-dırsa, ədədi 10% azaltsaq, qalacaq 0,9x. Çünki əgər ədəd 100%dirsə, 100%dən çıxıram 10%, qalır 90%. 90%-i ədədə çevirsəm, olacaq 0,9. Deməli, x-i 10% azaltsaq, olacaq 0,9x. 0,9x-i isə 20% artırırlar. Deməli, 0,9x-ın 0,9'un 20%i qədər artırırlar. 0,9x üstəgəl 0,9'un 20%i 0,9x-i 20'ye vurub 100'e bölürük. Bərabər olacaq cevap 108. Tənliyi hesablasaq 0,9x üstəgəl 0,9'u 2'ye vursam sıfırları ixtisar aparaq. Burada 1,8. 1,8'i də ona bölsəm 0,18x bərabərdir 108. 0,9 ilə 0,18x'i toplasaq 1,8x bərabərdir 108. Vergüldən sonra 2 rəqəm olduğuna görə minə vuraq. 100'e vuraq. 108x bərabərdir. 108 də 100'e vursaq sonuna 2 sıfır əlavə eləyirik. 10.800'ü də 108'e bölsək olacaq 100. X bərabərdir 100. Demək ki, verilən ədəd əvvəlki ədəd 100 imiş. Doğru cavab A variantı. 36. sualın izahına baxaq. Düz mütənasib bölündükdə alınmış kiçik ədədlə böyük ədədin cəminin rəqəmləri cəmini tapın. 90 ədədini 1, 2, 3 nisbətdə düz mütənasib hissələrə bölmüşüksə, demək ki 1k üstəgəl 2k üstəgəl 3k bərabərdir 90 yazmalıyıq. 1k, 2k, 3k'nın cəmi olacaq 6k bərabərdir 90. 90'ı da 6'ya bölsək k bərabər olacaq 15. K 15'dirsə ən kiçik ədəd 1k'dır. Mütləq 1 vurulsun. K'nın yerinə 15 qoymalıyıq. Bu olacaq ən kiçik ədəd. Ən böyük ədəd isə 3k olduğuna görə 3 vurulsun 15. K'nın qiyməti yerinə qoyuram 45. Verilən ədədin cəminin rəqəmləri cəmi. Deməli, verilən ədədin cəmini tapaq. Ən kiçik ədəd 15, ən böyük ədəd 45. Bunların cəmi oldu 60. 60'ın rəqəmləri cəmi deyəndə isə
6 üste gel 0 nəzərdə tutulur. 6 ilə 0 da toplananda doğru cevap olacaq 6. 36 D variantı. Səbini ev tapşırıqlarının 80% yerinə yetirdi və həll edilməmiş 18 tapşırıq qaldı. Demək ki, 80% yerinə yetiribdirsə 20% yerdə qalandır. Qalan tapşırıqlar da 18-ə bərabərdir. Səbinə cəmi neçə tapşırıq yerinə yetirməli idi? Cəmi yerinə yetirilərsə tapşırıqlar 100%-dir. Bunu da yazırıq x-dan. Çarpaz vursaq 100-ü 18-ə vurub 20-yə bölürük. 20 ilə 100 ixtisar gedir. 20-ni 20-yə bölsəm 100, 100-ü də 20-yə böləndə olacaq 5. 5 vurulsun 18, cevap olacaq 90. Doğru cevap B variantı. Bir fəhlə bir işi 4 saata, digəri 5 saat yerinə yetirir. Onlar birlikdə 1 saatı işin hansı hissəsini yerinə yetirər? 1 saata işin 4 saatı yerinə yetirirsə 1 saatı işin 4'te 1 hissəsini görəcək. Digəri isə 5 saatı işin 5'te 1 hissəsini görəcək. 4 ilə 5'e ortaq məxrəci 20. Birinci kəsri 5'e vururuq. 20. İkinci kəsri 4'e. 4 vurulsun 5 surətdə 1 vurulsun 5 üstə gəl 1 vurulsun 4 məxrəcdə 5 vurulsun 4. Məxrəcləri eyniləşdirsək 20'də 5 üstə gəl 20'də 4. Bərabər olacaq 20'də 9. İşin 20'də 9 hissəsi yerinə yetirildi. Doğru cavab A variantı. Əgər şərtdə soruşulsaydı ki, işin hansı hissəsi yerinə yetirilmədi, o zaman olacaq bütöv iş 20'də 20 olduğuna göre bütöv işten yerine yetirilen 20'də 9 olan hissəsini çıxmalıydı. Yerine yetirilmeyen iş olsa 20'də 11. 20'den de 9 çıxsam olacaq 11. Yani yerine yetirilmeyen hissəsi 20'də 11. Ama bu şərtdə bunu soruşurmurdular. Sadece işin hansı hissəsi yerine yetirildiği soruşurdu. O da olacaq 20'də 9 hissəsi. 39. tapşırığa baxaq. İkizləri bir yerə yıxsaq, 6 ikiz çıxılsın ikiz bərabərdir. Sağ tərəfdəki -24 olduğu kimi saxlayıram. Sol tərəfdəki çıxılsın 4'ü isə sağ tərəfə üstə gəl 4'dən gətirdim. 6 ikizdən 1 ikiz çıxsam 5 ikiz -24 ilə 4'ün cəmi isə əks işarəli olduğuna görə modulca böyükdən kiçik çıxıb modulca böyüyün, yəni 24'ün işarəsini yazırıq. -20'ni də 5'e bölsəm -4. Doğru cevap B. Gödəkçənin qiyməti 55 manatdan 88 manata qaldırıldı. Tənasüb qursaq 55 manat 100% idi. Deməli bunu 88 manata qaldırdılar. Neçə faiz artıq qaldırılan qiymətə də ikiz yazaq. İkiz də bərabərdir 88'i 100'e vurub 55'e bölürəm. 15'e bölsək 5, 11'e bölsək 55'i 11'e böləndə 5, 88'i 11'e böləndə 8. 5 ilə 100'ü də ixtisar aparsaq 5'i 5'e bölsək 1, 100'ü 5'e böləndə 20. Surətdə qaldı 8 vurulsun 20, 160. Ədəd 100 idi, 160% oldu. Artıb 60%. 160%'dən 100%'i çıxsan qalacaq 64%. 164, 160'dan da 100 çıxanda 60%. 64 yox. 60%. Doğru cevap C variantı. 41. tapşırığa baxaq. 32 ikiz üstə gəl 12, 36 ilə 40'ı toplasaq 76. 12'ni də əks işarə ilə 76'nın yanına gətirsəm 76 çıxılsın 12. 32 ikiz böyükdür 64. İkiz də böyükdür 64'ü də 32'ye bölsək olacaq 2. İkiz böyükdür 2. En küçük qiymət isə 2'dən böyük, en kiçiyi 3'tür. Doğru cevap 3B variantı. -4'ü mötərizə daxilinə vuraq.
-4. A çıxılsın 3B. Üstə gəl 5 vurulsun A üstə gəl 2B. -4'ü mötərizə daxilindəki həm A'yı həm də 3B'ye vurmalıyıq. -4'ü A'ya vursaq -4A. -4'ü -3B'ye vursam -5'ye vuranda müsbət 12B. 5'i A'ya vursam 5A üstə gəl 10B. Eyni olanları bir hesablasaq -4A üstə gəl 5A əks işarəli ədədlərdir. Modulu böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıq. 5A'dan 4A çıxsaq A. 12B ilə 10B'ni də toplasaq 22B. A üstə gəl 22B 40'da doğru cevap, 42'de doğru cevap B variantı. 43. tapşırığa baxaq. Akif babanın ağacların əkdiyi düzbucaqlı formada bağın eni 16, uzunluğu ise 28'dir. O bağın enini artırmakla onu kvadrat formalı etmek istəyir. Belə olduqda bağın sahəsi neçə metr kvadrat artacaqdır? Birinci verilen düzbucaqlının sahəsini tapaq. Verilen düzbucaqlının sahəsini tapmaq üçün enini uzunluğuna vururuq. 16 vur 28. Sahə bərabərdir. 16 vurulsun 28. 16'nı 28'e vursak 8 vur 6 48 8 yazaq 4 yadda 8 vur 1 8 4'te yadda 12 8 4 448 verilen düzbucaqlının sahəsi 448. İndi isə o həmin düzbucaqlı formalı figuru kvadrat formasına salmaq istəyir. O bağın enini nə qədər artırmalıdır? Yəni bağın uzunluğu 28'dirsə 16'nı da artırıp 28 eləməliyik ki, həmin bağ kvadrat formasında olsun. Əgər uzunluğu 28'dirsə eni de olacaq 28, sahəsi olacaq onda. Deməli birinci bağ düzbucaqlı formasındadır. Bura 28'dir, bura 16'dır. İndi isə düzbucaqlı formasından kvadrat formaya keçmək istəyirsə, bağın uzunluğu 28 idi, eni de olmalıdır 28. Eni ilə uzunu bir-birinə bərabər götürməliyik. Sahə isə kvadratın sahəsini tapmaq üçün 28'i 28'e vururuq. 28'i 28'e vursaq 2'ni 8'e vursak 16, 6 yazaq 1 yadda, 2 vur 2 4, 1 de yadda 5 olacaq 584. Deməli 784 784 şərtdə soruşular bağın sahəsi neçə kvadrat metr artacaqdır? 448 idi, artdı 784 oldu. Böyük olandan kiçiyi də çıxsaq bağın nə qədər neçə metr artdığını bilmək olar. 784 çox 448. 14'ten 8 çıxsaq 6, 7'den 4 çıxanda 3, burada 7 qalır, 7'den de 4 çıxanda 3, 33 metr kvadrat. Doğru cevap A variantı 43'te. A natural ədədini 7'ye böldükdə qalıqda 8 alınırsa, B natural. Deməli, A natural ədədini 17'ye böləndə qalıqda 8-dirsə, A'nın aldığı qiymətə 8 qoymalıyıq. B natural ədədini 17'ye böldükdə qalıqda 5 alınırsa, B də bərabərdir. Qalığın yerinə 5 qoymalıyam. 2 vurulsun A, yəni 8, üstə gəl 4 vurulsun B, yəni 5. 16 üstə gəldi 20 bərabər olacaq 36. İndi deməli alınan ədədi 17'ye böldükdə qalıqda neçə alınır? 36'nı da 17'ye bölsək baxaq qalıqda neçə olur? 2 dəfə yerləşər. 2'ni 17'ye vuranda 34, 36'dan da 34 çıxanda qalıq 2. Şərtdə qalığı soruşurdular. Doğru cavab D variantı 44 üçün. 45-ci sualın izahına baxaq. 45-ci sualı həll etmək üçün əküb AB vurulsun əbub AB. Əküb AB vur əbub
AB bərabərdir A vurulsun B düsturundan istifadə edək. A 14'dür. Vurulsun B 36. 14'ü 36'ya vursak. 504 doğru cevap olacak. 504 C variantı. 46. suala baxaq. Diaqramda şirkətin aylar üzrə sudan istifadə miqdarı verilmişdir. Suyun qiyməti 0,7 manat. 3 ay ərzində şirkət suya neçə manat ödəyər? 3 ay ərzində istifadə olunan suyu tapaq. İyun ərzinə 700 kub metr su istifadə olunub. Üstəgəl iyul ayında 900 kub metr su istifadə olunub. Avqust ayında isə 300 metr kubu su istifadə olunubdur. Hamısının cəmi olacaq 1900 metr kubu su. Bir kub suyun qiyməti 1 kub 0,7 manattırsa 1900 kub metr tapmaq üçün 1900 0,7'ye vurmalıyam. 1900 vurulsun 0,7. Vergüldən sonra bir rəqəmlə bir sıfırı silək, qalacaq 190 vurulsun 7. 190'ı da 7'ye vurmaq üçün son sıfırı yazıram. 19'u da 7'ye vursaq. 9 vur 7 63. 3 yazaq 6 yadda. 7'ni də 1'e vursam 7 6 da yadda olacaq 13. 1330 manat D variant. 37. sualın izahına baxaq. 47. sual. 3x bölünsün 9 bərabərdir 8 verilibdirsə 3x'i tapmaq üçün 9'u 8'e vururuq. 3x bərabərdir 9 vurulsun 8 olacaq 72. X də bərabərdir 72'ni 3'e bölürük. 72'ni də 3'e bölsək x olacaq 24. Daha sonra x'dan x'in 60%'ni çıxın yazıblar. X 24'dür. 24'ten çıxmalıyam 24'ün 60%. 24'ün 60%'ni tapmaq üçün də 24'ü 60'a vurub 100'e bölürəm. Sıfırları silək. 24 çıxılsın. 24'ü 6'ya vursaq. 24'ü vururuq 6'ya. 12. 2 de yadda 14. 144 bölünsün 4. 10. 144'ü de 10'a bölsək. 24 çıxılsın olacaq. 14 tam 10'da 4. 24'ten de 14 tam 10'da 4'ü çıxsaq. Çatışmayan ədədin yerinə 0 yazırıq. 10'dan 4 çıxsaq 6. 13'ten 4 çıxsaq 9. 9 tam 10'da 6. Doğru cevap. 48. sualın izahına baxaq. 49, 21, 56 metrlik taxta lövhələri bərabər hissələrə bölünməlidir. Bərabər hissələrə bölünürsə, həmin ədədlərin əbubu tapılmalıdır. 49, 21, 56. Verilən ədədlər üçün əbub olacaq 7. 49 metrlik parçanın birinin uzunluğu 7 cm olan hissəyə bölmək üçün 49'u bölürük 7'ye bərabər olacaq 7. Deməli 7'dən hissə alınacaqdır. 21 cm uzunluqda parçanı bir parçanın uzunluğu 7 cm olan hisselere bölsək 3 tane hisse alınacaktır. 56 cm olan parçanın tahta parçasını birinin uzunluğu 7 cm olan hisselere ayırsak 8'den hisse burada alınacak. Bunlar hisseleri verməyiblər. Usta lövhələrin hər kəsim üçün 13 manat alır. Yəni əgər taxta parçasının uzunluğu 21'dirsə, onu 7 santimetrlik hisselere ayırmışamsa, deməli 2 yerdən kəsməli oluram. Bura 7, 7, 7. 3 hissə alınır, lakin kəsim 2'dən olur. Çünki 2 hissədən kəssək, taxta parçası 3 bərabər hissəyə bölünmüş olacaqdır. Ona görə hissələrdən bir vaid az götürürük kəsimlərin sayını. Burada 6 hissədirsə 7 hissədirsə 6 yerdən kəsməliyəm. Yəni 6 kəsim olmalıdır. 3 hissədirsə 2 yerdən kəsməliyəm. 8 hissədirsə 7 yerdən kəsməliyəm. Ümumi kəsimlərin sayı da olacaq 6 üstəgəl 2 üstəgəl 7.
8 ilə 7-ni də toplasaq 15. 15 dənə kəsim. Bir kəsim üçün 13 manatdırsa, 15 kəsim üçün isə 15 vurulsun 13. 15-i də 13-ə vursaq 195 manat pul olacaqdır. Və baxaq 49-cu suala. 3 müxtəlif tam ədədin ədədi ortası 84-dür. 3 müxtəlif ədəd yazaq. Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. Ən kiçik ədəd ortadakı ədəddən 4 vahid azdır. Ən kiçik ədədə birinci ədəd deyək. Ortadakı ədəddən 4 vahid azdırsa, deməli, ortadakı ədəd, ikinci ədəd bundan 4 vahid çoxdur. Üstəgəl 4. Ən böyük ədəd isə ən kiçik ədəddən 20 vahid çoxdur. Ən kiçik ədəd x-dırsa, ən böyük ədəd bundan 20 vahid çoxdursa, x üstəgəl 20 olacaq. Ədədlərin ədədi ortasını da 84 veriblər. Ədədlərin ədədi ortasını tapmaq üçün ədədləri toplayıb sayına bölürük. 3 dənə ədəd olduğuna görə məxrəcli 3 yazırıq. Surətdə ədədləri toplayaq. Birinci ədəd x, üstəgəl ikinci ədəd x üstəgəl 4, üstəgəl üçüncü ədəd isə x üstəgəl 20. Bərabərdir, ədədi ortada 84 veriblər. Surəti toplasaq 3x üstəgəl 24 bərabərdir 84. 84'ü 3x'i deməli 84'ü 3'ə vursaq da olar. Tənlik kimi həll eləsək, çarpaz vursaq, tənasibi açsaq. Yaxud da 3'ü surətə bölək. 3x'i 3'ə bölsək x, 24'ü 3'ə bölsək 8 bərabərdir 84. X də bərabərdir 84'dən də 8 çıxsaq olacaq 76. Ədədləri tapaq. Birinci ədəd kiçik ədəd 76'dır. İfadeləri yerine qoyaq. Birinci ədəd 76. İkinci ədəd 76 üstəgəl 4. 80. Üçüncü ədəd isə 76 ilə 20'ni toplasam 96. Ortancıl ədədi soruşurdular. O da olacaq 80. Sonuncu suala baxaq. Avtomobil 28 kilometr yola 2 litr yanacaq işlədir. Tənasib qursaq, demək ki, yol daha çoxdursa, daha çox yanacaq sərf olunacaqdır. Bu düz mütənasib kəmiyyətdir. 28 kilometrə 2 litr yanacaq işlənirsə, 332 kilometrə isə 2 litr yanacaq işlənəcək. Çarpaz vursaq, 28 vurulsun 2 bərabərdir 2 vurulsun 332. 2 ilə 28'i ixtisar aparaq 2'ni 2'ye bölsək 1, 28'i 2'ye bölsək 14. X da bərabərdir 332'ni bölsək 14'ə. 33'də 14 2 dəfə yerləşir 28. 13'dən 8 çıxsaq 5, 52'də də yerləşir 5 dəfə, 4 dəfə. 52'də də 14 yerləşəcək 3 dəfə. 42. 322, 332 yox. Burada 332 yazdım, 322 veriblər şərtdə. 322. 14 x bərabərdir 322, x da bərabərdir 322'ni də 14'ə bölsək, 32'də 14 2 dəfə yerləşir 28, qalaq qalır 4, 42'də də yerləşir 3 dəfə. X bərabər olacaq 23. 322 kilometrə isə lazım olacaq 23 litr yanacaq. Sağ olun, növbəti videoda görüşənədək.